Salam aleyküm. Demək, Heydər Əliyev məscidinin arxa tərəfində, Pasilkaya gedən yolda 12 sot yarımın içində 12 otaqlı, 2 mərtəbəli həyət evi çıxıb satışa. Bu bir zalıdır. Işıqlar sönmüşdü, ona görə işıqlar yandıra bilmirəm. Bu bir otaqdır. Burada əlavə bir otaq var yuxarıda. Bu ikinci mərtəbəsindəyəm mən. Burada 5 otaq mövcuddur. Bax, belə bir də. Bura hamam, tualet. Bax, belə bir şeydir. Bu da mətbəxidir. Əla bir mətbəxi var. Belədir. Buradan düşürük birinci mərtəbəsinə. Şimdi hal-hazır yaşayış yoxdur. Bu birinci mərtəbəsidir. Burada tenis stolu. Burada parnoyu. İşıqlar yanmadığı üçün göstərə bilmirəm tam. Bu əlavə ayaq yolsudur. Burada bir otaqdır. Bu hovuzudur. Boşdur hal-hazırda. Burada görsəniz. Həyəti oradan da həyətini də göstərəcəm sizlərə. Bu da əlavə otaqlardır. Bir otaq, 2 otaq. Belə bir şeydir. Hər otaqlarda kondisioner də mövcuddur. Bu da həyətdə həyətini birazdan göstərəcəm. Bu da bir otaqdır. Bu da bir otaqdır. Buradan balkona. Açın bunu. Aha, bir açılmadı qapı. Zülü sayın. Bu da belə bir. İndi həyəti göstərəcəm sizə. Həyətdə də orada əlavə